Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yanvarın 21-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qeyd edilib ki, gündüz yağıntılarda fasilə olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyə qədər isti, gündüz 2-4 dərəcə isti, atmosfer təzyiqi 771 mm civə sütunu olacaq. Naxçıvanda da gün ərzində qar və sulu qar yağacaq. Temperatur -4 dərəcə şaxta olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacaq. Sulu qar yağacaq. Ayrı-ayrı yerlərdə intensivləşəcək. Gündüz yağıntılarda fasilə olacaq. Bəzi yerlərdə duman gözlənilir. Mülayim qərb küləyi arabir güclənəcək. Temperatur gecə 2-6 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq. Dağətəyi və dağlıq rayonlarda yollar buz bağlayacaq.